Evdə ən çirkli 5 vərdiş. Birincisi hətta mənim üçün də gözlənilməz oldu. Diqqətlə qulaq asın. 5-ci yer qab yumaq üçün süngər. Bura bakteriyalar üçün əsl cənnətdir. Nəm mühit, üstəgəl yemək qalıqları, bərabərdir milyonlarla mikrob. 10 gündən artıq istifadə olunan süngərlərdə hətta bağırsaq çöpü bakteriyası da aşkar edilib. 4-cü yer mətbəxdə və hamamda istifadə olunan əlcəklər və dəsmallar. Onlar müntəzəm təmizlənmədikdə bakteriya toplanır və biz sonradan həmin bakteriyaları bədənimizə və üzümüzə ötürürük. 3-cü yer hər gün eyni fincandan yumadan istifadə eləmək. Adətən sadəcə yaxalayıb yerinə qoyuruq. Amma bakteriyalar, kif və içki qalıqları onu kiçik bir mikrob kokteylinə çevrilir. 2-ci yer tozu eyni əski ilə silmək. Bu əslində mikrobları mənzilin hər tərəfinə yaymaq deməkdir. 1-ci yer paltarları evin içində, radiatorun üstündə qurutmaq və nəm halda şkafda saxlamaq. Nəm paltarlar kif və göbələk üçün ideal mühit yaradır. Siz isə fərqinə varmadan hər gün onların sporlarını nəfəsinizə çəkirsiniz. Bu da tənəffüsə, immun sisteminə və dəriyə mənfi təsir göstərir.